Salamlar dostlar, mən Zırğan. Yepyeni bir PUBG Mobile videomuza xoş gəlmisiniz. Bugün qaldığımız yerdən PUBG Mobile ilə davam edirik. Video keçməzdən əvvəl kanalıma abunə olub, like atıb, bildirim tümünü ayarlayıb, nəşə yazmayı unutmayın. Let's go deyirəm, keçək video. Uşaqlar, deməli, çox bomba bir xəbərimiz var. Aşağıda sezon mənbəsindən gördüyünüz kimi yepyeni bir sezonumuz 7 saat 4'ten itibaren oyunumuzda oldu. S30 sezonundayıq artıq. Gəldik. Mənə buradan hər bir şeylərimizi verdi. Hədiyyələrimizi, paramızı verdi. Çox qəşəng oldu. Ünvan götürdüm. S29 Asat örtesi. Ağalarım, bir qəşəng bir finka almışam. Onu bir göstərim sizə ağam. Elə bu hər sezon olan oldu, bir tane bir de şey var. Bunu aldım. Qəşəng durur, pis değil. Aha, sonra geldim bu AG falan aldım. Buggy falan var. Onları alacağım. Çox qəşəngdir. Video keçəndən əvvəl yenə deyirəm, abunə olub, like atmağı unutmayın. Bilmə tümmaq 50 nəşə yaza bilərsiniz. Bunun ilə hər kəsə çox təşəkkürlərimi bildirirəm. Uşaqlar, onu da biz sizə deyim ki, İngildən oyunumuza çox qəşəng bir şeylər gəlib. Belə bomba kimidir. Yeni Royal Pass'ımız falan gəlib. Bugün onları da sizə göstərəcəm. Amma yenə deyirəm, maksimum dəstəyiniz və süper bəyənləri yazıram. Nəysə, çox uzatmıram. Let's go. İndi ağalarım, bir İngildən göstərdim bunları. Sonra bizim almaq istədiyimiz buggy var idi. Onu da indi göstərim, alacağım. Uşaqlar, əvvəl onu deyim ki, rütbəli arenamız gəlsin. Bu zirvə savaşın yanına. Onu kasacağım. Asat törtesi olun bir dənə. Ağalarım, oyuna efsane bir necəcəb. Əvvəla gələn şeylərini göstərməmişdən qabaq. Bir dənə saçımız gəlib oyuna. Bir iki dənə yeni. Deməli, uşaqlar, saçımız bunlar da. Ağam, gözlərim göstərəcəm indi. Of, babam, saç budur. Bir də budur. Uşaqlar, bunlar zor idi. Ala, bu da təzədir. Yeni saçlarımız ağam. Çox zordur axı. Həqiqi uşaqlar, çox zordur. Allah, bunlar saç sandığıdır, hə. Ana yəni uşaqlar, zarafat eləmirəm da, yəni. Buradan bunları atsaq nə verə bilər bizə? Ağam, bunu versə ya da bunu versə, çıldıraram. Yerimdə şulla atarım da. Ağalarım, əvvəla onu deyək ki, bu saçlarımız çox qəşəngdir. Bunları da inşallah bir gün alacağım. Amma bunu oynayıram. Bütün gəmi yellənir belə qəşəngdir, yəni. Ona görə həm də ağılsın. Yəni biz belə oynayaq, problem yoxdur. Saçımıza gəldi, göstərdik. Sonra ağalarım, gələk bir Royal Pass'ımızı sizə göstərək. Gördüyünüz kimi uşaqlar, ufaqdan bir 9 Royal Pass almışam. Gələk ən başa. Burada gördüyünüz kimi free yazılan yerlər ücretsizdir. Ondan aşağılar isə yəni Royal Pass açmalısınız. Ağalarım, setimiz var. Saç var, pis deyil. 80 melodimizi verir, 40 verir. M16 Defne melodisi. Qəşəng, pis deyil. Sonra gələk destansı amblem parçası 43. Ana. Burada bir dənə belə emoji var, dans var. Pulsuz alabilirsiniz, okey. Sonra uçağımız var, qəşəng. Uçaq da qəşəngdir, bomba kimi. Belə 20 ödəyir. Anana avradını. Kaskımız var. Kaskımız da qəşəngdir. Sonra nədir? Kombin yox. 20 ödəyimizi buradan kapırıq. Paraşütümüz var, pulsuz alabilirsiniz. Qəşəngdir. Destansı amblem parçası yenə. Oda kartımız var, ücretsiz alabilirsiniz. Sonra uşaqlar yenə Royal Pass atdıqda bir dənə belə pompalı verir. Nesi 2000. Defne Akademisi, yəni çox qəşəngdir. Sonra uşaqlar bir dənə belə emoji verir. Yenə Royal Pass açmalısınız. Elə ki qəşəng gedirik. Ananı avradını. Ağa, setin gözəlliyinə bax. Bomba kimi də. Saç da özü də axı. Tamam, bunlar da belə qəşəng. Sonra pulsuz bir daha saçımız var belə. Bunu da ala bilərik, problem yoxdur. Gəlir Royal Pass'ımız yüksəlsin. Belə gəldik və burada akrebimiz var, yüksələ bilən. Çox qəşəngdir.
Sonra uşaqlar buradan 50 səviyyə, yəni 51-dən 100 səviyyə kimi olan royal passlarımız başlayır. Gəlirik bura, elə siftədən qəşəng bir dənə belə emojimiz var. Sonra bir dənə arbaletimiz var. Anana uğradına arbalet qəşəngdir axı. UC-lərimizi verir. Gözlə. Burada anana uğradın Uaz deseninə bax. Çox qəşəngdir. Defne Akademisi qəşəng. Çantamız var. Bomba kimi. Anana avradını uşaqlar. Ayda, Allah bu nədir? Allah setin gözəlliyinə bax. Bu arada bunu pulsuz arsız ha. 70 RP alında bunu pulsuz arsız. Bomba kimi Allah haqqı. Çox qəşəngdir, çox qəşəngdir. Bu bomba kimi. Sonra bir dənə belə sisə desenimiz var. Bu çox qəşəngdir bu arada. Anana uğradını. Çox qəşəngdir bu. Sonra yenə gəlirik. Anana uğradını pulsuz bir dənə DBS. 80 RP olanda bir dənə belə qəşəng DBS verir. Emojimiz var ve buna tutuldum biraz. Qəşəng ya. Ağalarım tək sıxıntı nədir? Tək sıxıntı ala plus. Qaçışı var ha, özəl qaçış. Qəşəng. Sonra bu nədir? Kar 98 yenə royal passdan verir. Və ən qəşəng olan anana avradını. Ola bu nədir? Oyda falan çox qəşəngdir oxu bu set. Setin gözəlliyinə baxın, çox qəşəngdir. Yəni uşaqlar royal pası qoyaq bir kənara. Bu yəni belə ayrı bir yerdə yazsaydım, mən buna nihai adı verərdim. Yəni çox qəşəngdir. Bunlardan da bir tanesi var, destansıdır. Nəysə ağalarım, bunları bir ataq kənara. Sonra biz neyniyək? Ananı. Baxın, gördüyünüz kimi 720'nin altında bunları verir. 1920. Ama elit yani elit pas pilotdur. Yəni bir də elit pasdır. Yəni bunlardırsa buna görə bahadır. 720 və 1920. Ancaq bunlar yəni səviyyə 1-dən 100 hamısı qarışıq gedir. Burada isə səviyyə 1-dən 50'yə kimi alan hər şey gedir. Yəni 120 ucemizi verir, bunları verir, bunlar. Gəlin elə bir ufaqdan baxaq görək. 120 ucu yox, yəni biz 360'lığı açanda nələr verir? Onlara bir balacaqdan, ufaqdan biri baxaq. Aşağıda gördüyünüz hər birini verir deyəcəm hara kimi. Anam gözlə. Eman altını verir, uçağı verir, kaskı verir gözlə. Ala bunu verir, gözləyiyorum. Ala deyəsən mən də atacağım axı. Oy binə qədi seti də verir. Və akrebi verir. Yəni set kask verir. Qəşəng inşallah bomba kimi. Tamam dedim. Qəşəng alfalar bu arada çox qəşəng olub royal passımız. Bundan əlavə isə giririk S30 sezonuna. Gəlirik bura alfalar. Burada keçən sezonda hansı ki anan avradına bir dənə setimiz var. Onu sizə bir göstərəcəm. Buradakı hansı ki keçən sezonda nə eləmsiz? Onların ödüllərini verir. Məsələn burada mən nə eləmiyim? Bunları paraşüt verib, VSS salam verib, askada üstərifi falan. Gələk başdan baxaq. Bunları almışam. Gördüyünüz özünüz baxın da nələr verib. Bunları götürdüm. Ananı avradını. Uşaqlar bu set. Uşaqlar bu oyunun bəlkə də ən qəşəng setidir. Yəni abartıb eləmirəm. Bəlkə də yəni. Ananı avradını çox qəşəngdir axı. Çox qəşəng görünür. Yəni bomba kimidir məncə. Almışam mən bunu. Çox bəyəndim. Sonra videomuz falan. Aslanın tərifçi. As1. Nə ödüllər verib hamısını almışam. Hani hastası.
Gördüğünüz kimi inşallah S30 bunlar da alasın. Haradasa. Bunlar geçen sezonuydu. S30 yo. Bunlar hepsini gördüğünüz kimi geçen sezonumuzunuydu. Ondan sonrası ise yani S29'du. Mesela buradan enlisiz verir. Artık buradan o yazası S30'undu. Diğerlerinde her bir şeyi almışam ben. Yani ne vermiştik? Buradan verdiği ödülleri, klasik sandık falan. Onların hamısını almıştım. Çanta kaskı da almışam. Emoji falan vermiş asatorisinde. Onları almışam. Ancak buradan artık elmasdan başlayır. Bir tane VSS deseni verir. Bunları almalıyam. Elması oluşanda bunları verəcək. Tacı oluşanda paraşütü verəcək. Belə qəşəngdir, ona bir şey demiyorum. Asatorisinde alanda bunları verir. Sonra uşaqlar deyəsən yerə bir şey kimi çox qəşəngdir. Bu arada uşaqlar artıq şeydə qaçacağım. Ananı avradını. Mən hakiməm ya. Şu an zirvede kasacağım hakim olmak için. Sonra uşaqlar yarı hemen falan deyirik. Buradan da bazı şeyler kasacağım. Neyse. Sonra yarı bura. Geçen sezon yok. O sezonda çok kas çanta vardı. Onlar da verir. Ama uşaqlar bu sezon as olanda ananı avradını verdiği çantaya bak. Böyle bir şey verir. S30'a buna verir. Köşey. Sonra astasında bu kaskı verir. Bu saçı verir. Ananı avradını gözle. Saç çok köşeydi. Emojimizi verir. Köşey. Şöyle bulardı. Yine şekim bundan. Bu. Yani uşaqlar mistiklerden değil. Ne Murat? Ama çok qəşəngdir. Rütbəli arenamızda yazsınları kasacağım. Biraz ucuvurum. Destansı amriyakasım set falan alacağım. Neyse bura kadar idi. Neyse uşaqlar bugünkü videomuz bu kadar idi. Sağ olun, salamat qalın. Gəlindəki videoları görüşmək üzrə. Mən də çox qəşəng Royal Pass olub. Yəni qəşəng hesabımda setim falan olsun. İstəyirsinizsə yəni bu Royal Pass'ı aça bilərsiniz. Bomba kimidir. Ama yani biraz baha gələ bilər. 360'lığı da aça bilərsiniz. O da sərf eləyir. Neyse burada indi öz qararınızdır. Məncə bomba kimi olub hər şey. Neyse uşaqlar, gəlindəki videolarda görüşmək üzrə. Maksimum dəstəyinizi gözləyirəm. Süper bəyənləri də gözləyirəm. Bura kimi izlədiyiniz üçün çox təşəkkür edirəm. Yəni gəlindəki videolarda görüşmək üzrə. Bomba kimi oldu sezonumuz. Uğurlar, mən də qəşəng kasacağam. Sağ olun, salamat qalın. Gəlindəki videolarda görüşmək üzrə. Bay bay. Evcə bomba kimi oldu da bu güncəlləmə falan. Qəşəng göstərdik. Kasacağım mən də, siz də kasın. Qəşəng ödüllərimiz falan alarıq. Görüşəndə sağ olun, salamat qalın. Özünüzdən müğayət olun. Bay bay.